Böyük məqsədlərə çatmaq üçün böyük fədakarlıqlar tələb olunur. İlk növbədə düşüncə dəyişilməlidir. Texnologiyalar insanlara ziyan verməməlidir. Yüksək texnoloji avadanlıqlar çox vacibdir, amma bu insana vəz etməz. Kliniki qərarı verən, rəyi verən bizim həkimlər olacaq. Hansı tibbi gələcəyi qurursunuz? Artıq 3 ildən sonra cərrahları süni intellekt əsaslı robotlar əvəzləyəcək. Referansda xronoloji və bioloji yaşı da öyrənmək olur. Elə bir səhiyyə modeli qurmaq istəyirik ki, xəstə olanda yox, sağlam olarkən səhiyyəyə müraciət eləsinlər. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir. Süni intellekt əsaslı həkimləri görə biləcəyikmi? Həkimlər texnologiyaya nə qədər güvənməlidir? Keyfiyyətli tibbi xidmət üçün avadanlıq kifayət edirmi? Qəbuldasanda bu və digər suallar cavablandırılacaq. Studiyada İlqar Mehmanoğludur. Hər birinizi salamlayırıq. Müsahibim Referans Medikal Qrupun Müşahidə Şurasının sədri Hansiyar Babayevdir. Doktor salam, xoş gəlmisiniz. Təşəkkür edirəm dəvətiniz üçün. Mən də fürsətdən istifadə edib Asan Xidmət əməkdaşlarını, Asan Radio əməkdaşlarını və dinləyicilərimizi salamlayıram. Hesab edirəm ki, söhbət səhiyyədən gedirsə, çox uğurlu bir müsahibəmiz olacaq. Mən sizə təşəkkür edirəm ki, dəvətimizi qəbul edib gəldiniz. Doktor, tibbdə inqilab dedikdə nə nəzərdə tutulmalıdır? Düşüncə, texnologiya, yoxsa sistem? Tibbdə inqilab dedikdə, real inqilab dedikdə ilk növbədə düşüncə dəyişilməlidir. Çünki düşüncə dəyişmədən texnologiyalar, sistemlər belə işləməz. Hətta belə yüksək texnologiyalar olan bir köhnə sistemdə düşüncə dəyişməsə, orada olan texnologiyalar, avadanlıqlar sıradan bir avadanlığa çevrilir. Bu baxımdan deyərdim ki, düşüncə, daha doğrusu texnologiya və sistem düşüncənin nəticəsidir. Amma səhiyyədə bu hissə biraz həssas mövzudur. Çünki səhiyyədə olan əsas məqsədimiz bu texnologiyaların sistemlərin olmasından və düşüncəmizin belə deyək də olmasından asılı olmayaraq bu texnologiyalar insanlara ziyan verməməlidir. O baxımdan bu texnologiyalar və sistemlər elə formalaşmalıdır ki, buradan insanlar fayda almalılar və tibbin də əsas məqsədlərindən biri budur. Referans yüksək texnoloji avadanlıqlara investisiya edib də böyük məbləğlər ayrılıb bunun üçün. Sizcə keyfiyyətli tibbi xidmət üçün avadanlıq kifayət eləyirmi? Yüksək texnoloji avadanlıqlar çox vacibdir, amma bu insana vəz etməz. Düşünürəm ki, müasir tibbdə keyfiyyət 3 amildən asılıdır. Burada yüksək texnologiyalar, peşəkar və daimi inkişaf edən həkim komandası və eyni zamanda düzgün idarə etmə sistemi. Bütün bunlar vəhdət halında çalışanda təbii ki, müasir keyfiyyət tibbdən danışmaq olar. Texnologiyalar dediyim kimi vacibdir, amma bunlar diaqnostikanı sürətləndirir, müalicə seçimini sürətləndirir, amma burada yekunda nəticələrə şərh edən təbii ki, həkimin biliyi və təcrübəsidir. Təşəkkür. Doktor, bax, biz dedik ki, referans yüksək texnologiyalara, avadanlıqlara investisiya eləyib, bir sistem qurub, effektiv bir sistem. Bəs vətəndaşlarımız gündəlik həyatlarında bunu necə hiss edirlər? Yəni bir fərq varmı? Referans medikal qrupa müraciət edən pasientlərimiz demək olar ki, hər gün gündəlik həyatlarında bunu hiss etməkdədir. Bizə müraciət edən vətəndaşlar adətən bunları sürət, dəqiqlik və rahatlıq formasında hiss edirlər. Bugün istifadə etdiyimiz texnologiyalar təbii ki, insanların bu söylədiyim proseslərə daha da sürətli əlçatanlığı təmin etmək üçündür. Bugün bu texnologiyadan biz istifadə edərək insanlara bir neçə günə veriləcək cavablar bir neçə saat ərzində verilməsini təmin edirik. Eyni zamanda referansda mövcud texnologiyaların sayəsində bugün müasir tibbdə baş verən bütün hadisələri, insan orqanizmində baş verən hadisələrin tətbiqini göstərə bilirik. Mərkəzlərdə artıq süni intellekt əsaslı tətbiqlər fəaliyyətə başlayıb. İnsanların xronoloji yaşlarıyla eyni zamanda bioloji yaşlarını təyin etmək mümkün olur.
bizdə hal-hazırda süni intellektlə əsaslı kapsul endoskopiya sistemlərinin olması bizim bu texnoloji həllərdən biridir. Uzaqdan idarə olunan reanimasiya sistemimizin tətbiqi bu texnoloji həllərimizdən biridir. Yəni hesab edirəm ki, bugün müasir tibbdə baş verən bütün yenilikləri referans öncəliklə Azərbaycana gətirə bilir. Doktor, siz dediniz ki, referansda xronoloji və bioloji yaşı da öyrənmək olur. Maraqlıdır. Bu nə deməkdir? Ümumiyyətlə, yeni bir xidmətdirmi bizim ölkə üçün, yoxsa necə? Müəyyən oldu ki, mənim xronoloji yaşım bioloji yaşımdan çoxdur. Məsələn, 30 yaşım var, amma xronoloji yaşım 40-dır. Bu bir həyəcan təbildirmi? Nəsə etmək lazımdırmı artıq? Bu bioloji yaş əslində desək, bioloji yaş bizim qan göstəricilərimizə uyğun olaraq təyin olunmuş yaşımızdır. Burada dünyada istifadə olunan artıq bir müayinə növü hesab olunur. Təbii ki, hər bir insanın yaşı ilə onun bioloji yaşı üst-üstə düşə də bilər, artıq da ola bilər bioloji yaşı. Bioloji yaş qan göstəricilərinə uyğun olaraq təyin olunmuş bir yaşdır. Burada bizə müraciət edən pasientlər bunun sayəsində özlərinin gündəlik qida rasionundan tutmuş, gündəlik aktiv hərəkətlərinə kimi idarə edə bilirlər və bir növ buna baxaraq, bu göstəricilərə baxaraq özlərinin gündəlik həyatlarını motivasiya etmiş olurlar. Əslində buna uyğun olaraq biz gələcək həyatımızı da belə deyək, artıq formalaşdıra bilirik, həyatımızı seçə bilirik, dəyişə bilirik bioloji yaşa uyğun olaraq. Çünki bu insanlar bunu gördüksə və xronoloji yaşda bu fərqləri gördüksə, bəziləri dediyiniz kimi sevinirlər, bəziləri məyus olurlar və məyus olanlara da xəbərim odur ki, məyus olmasınlar. Yəni bunun bioloji yaşda artıq bizim proqramda, tətbiq etdiyimiz proqramda pəhrizdən tutmuş aktiv hərəkətlərə kimi göstərilir ki, necə öz yaşlarını xronoloji yaşa və hətta alta gətirə bilərlər. Doktor, müasir laboratoriya nədir sizin üçün? Referans Medical Group çox profilli bir mərkəz kimi fəaliyyət göstərsə də, amma bizim güclü edən bizim laboratoriya sisteminin olmasıdır. Bugün müasir laboratoriya kliniki qərarların verdiyi bir analitik mərkəzdir. Burada diaqnostikanın 60-70%, bəzi xəstəliklərsə daha yüksək faizi məhz laborator diaqnostikadan başlayır. Ona görə də kliniki qərarları verən belə bir mərkəz mütləq həm yüksək texnologiyalara sahib olmalıdır, peşəkar həkim komandasına sahib olmalıdır və eyni zamanda güclü bir idarə etmə sisteminə malik olmalıdır. O baxımdan laboratoriyanın bir növ tibbin beyni adlandıra bilərik. Yəni bu analitik qərarları verən bir yer tibbin beyni adlandıra bilərik. Təşəkkür edirik, sizə uğurlar arzulayırıq. Xatırladım ki, Qəbuldasan efirdə də aparıcı mənəm. İlqar Mehmanoğlu, qonağım Referans Medical Qrupun Müşahidə Şurasının sədri Hansyar Babayevdir. Söhbətimiz qısa fasilədən sonra davam edəcək. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir. Qəbuldasan davam edir. Studiyada İlqar Mehmanoğludur. Müsahibim Referans Medical Qrupun Müşahidə Şurasının sədri Hansyar Babayevdir. Hansyar müəllim, referans bu il 10 yaşını qeyd edəcək. Səhv etmirəmsə noyabr ayında. Biz sizi əvvəlcədən təbrik edirik. Uğurlarınızın daha çox olmasını arzulayırıq. Bu 10 il nə ilə yadda qaldı və bundan sonraki 10 il referansı nələr gözləyir? Bu barədə istəyərdim. Referans bu 10 ildə çox böyük uğurlu işlər görüb. Bugün Azərbaycanda bizim 47 mərkəz fəaliyyət göstərir. Gürcüstanda bir böyük mərkəzimiz fəaliyyət göstərir. Özbəkistanda bir mərkəzimiz fəaliyyət göstərir. Və bugün mən fəxrlə deyə bilərəm ki, istər özəl sahədə olsun, istər dövlət sahəsində olsun, peşəkar kadr potensialının hazırlanmasında Referans Medical Qrupun böyük rolu var. Bugün Azərbaycanda olan tibb tələbələrinin elmi praktiki yetişməsində, onların praktiki fəaliyyətlərinin artırılmasında, eyni zamanda bizim qonşu ölkələrdə fəaliyyət göstərən tibb universitetinin tələbələrinin praktiki fəaliyyətlərində Referans Medical Qrupun müəssisələrinin böyük rolu var. Və mən arzu edirəm ki, gələcəkdə Referans Medical Qrup eyni zamanda bir elmi, tibbi, praktiki bir mərkəz olsun. Və bunun da üzərində komandamızdan bərabər çalışırıq.
Süni intellekt bəs necə? Bu sistemdə necə rol oynayacaq? Qarşıdakı 10 ildə süni intellektdən necə istifadə edəcəksiniz? Süni intellekt tibbdə məlumatların analizində, erkən diaqnostikasında, nəticələrin sürətində kifayət qədər təbii ki, rol oynayır. Hal-hazırda da bunun biz təsdiqini görürük, hiss edirik və hesab edirəm ki, gələcəkdə də süni intellekt əsaslı texnologiyalar həkim üçün daha köməkçi bir vasitələrə çevriləcək və eyni zamanda vətəndaşlarımız da, pasientlərimiz də bundan faydalana biləcəklər. Amma süni intellektlər əsaslı bütün texnoloji həllər köməkçi vasitə kimi qəbul edirik. Təbii ki, əsas bunun mərkəzdə duran insan faktorudur, həkimdir. Biz də komandamızda buna önəm verərək həkimlərin bu texnoloji həllərə adaptasiyasını sürətləndiririk. Doktor, siz deyirsiniz süni intellekt köməkçisidir, amma biz məsələn xəbərlərdə oxuyuruq ki, misal üçün də hansısa xarici ölkədə süni intellekt əsaslı həkim əməliyyat icra etdi. Bu gələcəkdə bizdə mümkün olacaq. Ümumiyyətlə süni intellekt əsaslı həkimləri görə biləcəyikmi bizdə? Bu yaxınlarda Elon Musk çıxdı və bəyan elədi ki, elan etdi ki, artıq 3 ildən sonra cərrahları süni intellekt əsaslı robotlar əvəzləyəcək. Təbii ki, biz bu texnologiyaların izləyirik, bunları təqib edirik. Amma bir ali tibb təhsili olan bir insan kimi demək istəyirəm ki, bu texnoloji həllər bizim həkimlərə kömək edəcək və sürətlə bu texnoloji həllər adaptasiya olunur artıq bizim səhiyyəmizə. Amma yenə də kliniki qərarı verən və rəyi verən bizim həkimlər olacaq. Aydın. Təşəkkür və sizə uğurlar. Elə uğur demişkən, sizin böyük uğurlarınız var da. Uğur da heç də asan başa gələn bir məsələ deyil əslində. Uğur fədakarlıq tələb eləyir. Sizdə necə oldu? Nələrdən imtina etməli oldunuz uğurlu ola bilmək üçün? Bilirsiniz, böyük məqsədlərə çatmaq üçün böyük fədakarlıqlar tələb olunur və böyük məqsədlərə çatmaq üçün insanlar öz rahatlığından, şəxsi vaxtlarından imtina etmiş olurlar. Və uğurların da hamısının arxasında böyük bir zəhmət durur təbii ki. Biz də hesab edirəm ki, bu növ yanaşmışıq işimizə və təbii ki, bunun da uğurun ən böyük səbəblərindən biri də bizim bugün də bizimlə birlikdə uzun müddət fəaliyyət göstərən peşəkar və daim mükəvvən komandamızın olmasıdır. Təşəkkür. Sonda bir cümlə ilə ifadə etməyinizi xahiş edəcəm. Siz hansı tibbi gələcəyi qurursunuz? Biz elə bir səhiyyə sistemi, elə bir səhiyyə modeli qurmaq istəyirik ki, burada insanlar xəstə olanda yox, sağlam olarkən səhiyyəyə müraciət eləsinlər və bunun üzərində çalışırıq. Təşəkkür edirəm. Vaxt ayırdığınıza görə bir daha minnətdaram və sizə bütün komandanıza, işlərinizdə uğurlar arzulayırıq. Təşəkkür edirəm dəvətinizə görə bir daha. Hesab edirəm ki, bilik və təcrübəmizi qısa zamanda bölüşə bildik. Çox sağ olun, minnətdaram. Belə, qəbuldasan ayrılan vaxt bitdi. Studiyada aparıcı mən idim İlqar Mehmanoğlu, qonağım Referans Medikal Qrupu Müşahidə Şurasının sədri Hansiyar Babayev idi. Növbəti qəbullarda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın. Qəbuldasan. Yenə mühərrik sözə baxmır. Kardiomaqnil ilə mənim mühərrikim həmişə nəzarətdədir. Ürək mürəkkəb mexanizmdir və müntəzəm olaraq kardiomaqnil qəbulu onun sağlam qalmasına kömək edir. Kardiomaqnil ilə ürəyinizin sağlamlığı hər gün nəzarətdədir.